Salam değerli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi Dövlət İmtahan Mərkəzi 9 mart, yəni bugün buraxılış imtahanı keçirdi. Buraxılış imtahanında istifadə olunan dil qaydalarının izahını kanalımızda yerləşdirmişik. İndi isə mətnlərin izahına baxacağıq. Bu tipli izahla tez-tez gəlməyiniz isə dəstək olmaq üçün abunə olmağı və paylaşmağı unutmayın. Gəlin başlayaq. Demək, ilk olaraq bədii mətnimizə baxaq, görək burada vəziyyət nədir. Dərbənd üzərinə yerimək üçün Dərbənd yaxınlığında düşərgə salmış Toxtamış xan həmişəkindən fərqli olaraq bu gün şad-xürrəm görünürdü. Kim? Toxtamış xan, eləmi? Hökmdarın çadırına toplaşmış əyanlar, sərkərdələr ondakı bu dəyişikliyin səbəbini öyrənməyə çalışırdılar. Niyə görə dəyişiklik var idi? Şad-xürrəm görünürdü bu gün. Həmişəkindən fərqli oldu. Mən həmişə qəmgin idi, bu gün şad-xürrəmdir. Hökmdar dedik bunu. Toxtamış xan onların bu intizarın son qoymaq vaxtını çatdığını anlayıbmış kimi başladı deməyə. Yəni cəmaət soruşmamış, bu özü deməyə başladı. Səhər çaparlarınız xəbər gətirdi ki, ədavət bəslədiyimiz Əmir Teymur Kür çayının sahilində düşərgə salıb. Görünür müttəfiqi İbrahimə kömək etmək fikrində deyil. Biz Şirvanşah İbrahimi təkləyib məğlub edər, Şirvandan da çoxlu qənimət qoparaq. Demək, Şirvanşahların üzərinə hücuma gedirlər. Əmir Teymurun artıq onlara kömək etməyəcəyini düşünür və belə düşünür ki, Şirvanşah tək qaldığı üçün mən rahatlıqla bunu eləyəcəm, qələbə qazanacağam bunun üzərində. Elə deyil. Toxtamış xanın təyin etdiyi vaxtda bütün qoşun ayaq üstündə idi. Qala divarlarını dağıtmaq təlimatı almış döyüşçülər Dərbənd üzərinə yeriməyə başladılar. Lakin onlarla qala arasında hətta 50 adamdan az məsafə qalanda da oradan bir oxun belə atılmaması Toxtamışın ən yaxın adamı Cormağan xan təəccübləndirdi. Yəni qalanın üzərinə hücuma gedirsən, o çatmaq üzrəsən. Lakin yenə də qarşı tərəfdən şey atılmır. Normalda nə olur? Birinci ox atanlar başlayır da. Qaldakı sakitliyi görən Toxtamış xan narahat oldu. İbrahimin görünür nəsə bir kələk var, dedi. İbrahim kimdir? Şirvanşahların başında olan şəxs. Sonra biraz irəli yeridi və gözlərini qala zilləyib davam etdi. Ola bilər ki, döyüşçülər qala divarlarına yaxınlaşan kimi neft yandırıb onlar üzərinə tökməyə hazırlaşırlar. Yəni bu hazırlıqdadılar. Xanın əmri ilə belə vəziyyətlərdə təcrübəli olan döyüşçülər irəli yeridilər. Onların əllərində dairəsi iri, qalxana bənzər qoruma alətləri var idi ki, yuxarıdan tökəndə yanmasınlar. Onlar qala divarlarına çatdılar. Lakin qalada müqavimət görmədilər. Heç bir müqavimət olmadı. Qala darvazalarını itələdilər, bağlı idi. Döyüşçülərin hərəkətlərini izləyən Toxtamış xan dedi: "Qala boşdur." İbrahim xan yaxşı bilirdi ki, 30 min nəfərlik qoşunla mənim qabağıma çıxmaq döyüşçülərini qırğına vermək deməkdir. Yəni bilir ki, onsuz da bir mənası yoxdur, eləmi? Ona görə çəkilib. Elə dedi. Cormağan xan Dərbənd darvazalarını sındırmağı əmr etdi. Bu şəhərin deyil, Dərbənd keçid darvazaları idi. Qala həqiqətən də boş idi. Cormağan xan şəhərin də boş olduğunu zənn edib, döyüşçülərlə şəhər darvazalarını da açmaq üçün hasarlara dırmaşmağa əmr etdi. Lakin döyüşçülər hasara yaxınlaşa bilmədilər. Onlar üzərinə ox yağdırıldı. Demək, əsas məsələ nə idi? Qalanın arxasındakı şəhərdə. Toxtamış xan şəhərin alınmasının həm hesabına olacağını, həm də itirəcəyini nəzərə alıb dedi. Baxaq görə plan nə demədi. Bizə Şirvan torpaqlarına girməkdən ötürü keçid lazım idi. İndi keçid bizim əlimizdədir. İbrahim uzun müddət özünə gələ bilməz. Tələsməliyik. Şirvan işçilərinə doğru irəliləməliyik. Toxtamış xanın qoşunu Samur çayına doğru hərəkəti başlayarkən Şirvanşah İbrahim də düşmən qoşununun yolu üstündəki kəndlərdən əhalini təxliyə edir, qoşunun sayını artırır, müttəfiqləri ilə danışıqlar apararaq əks həmləyə hazırlaşırdı. Gəlin baxaq görək burada vəziyyət nədir. İlk əvvəllər rəqəm yazılmış hansı isimlər mətndən çıxarılsa məzmuna xələl gəlməz? Hansı cümlələr daha doğrusu? Rəqəm yazılmış hansı cümlələri mətnindən çıxartsam, mətnin məzmununa heç bir xələl gəlməz. Demək, bax, burada nə var? Bir. Hökmdarın çadırına toplaşmış əyanlar, sərkərdələr ondakı bu dəyişikliyin səbəbini öyrənməyə çalışırlar.
Toxtamış xan, bax bunu çıxartsan, Toxtamış xan onların bu intisarına son qoy. Bax bunu çıxartsan, onların intisarı deyərkən kimi qəsd eləyəcəkdi? Başa düşməyəcəkdin axı ki, bu nə deməkdir? Biri çıxartma olmaz. Dərbənd üzərinə yerimə başladılar. Lakin onlarla qala arasında hətta 50 adam az məsafə qalanda da bir oxun belə atılmaması Toxtamış xanı deyil təəccübləndirdi. Qaladakı sakitliyi görən Toxtamış xan da narahat oldu. Dərbənd üzərinə yerimə başladılar. Demək bu da önəmli deyil. Çünki sən bunu çıxartsan qaladakı sakitlik məsələsini anlamış olmayacaqsan. Sonra neft yanır bunu da tökməyə başladılar. Xanın əmri ilə belə vəziyyətlərdə təcrübə olan döyüşçülər irəli yeridilər. Onların əllərində, kimin əllərində? Bunu çıxarda bilməzsən, eləmi? İrəli yeridilər. Onlar qala divarlarına çatdılar. Bax görsən bura kimi bundan sonra bunu demək heç bir problem yoxdur. Qoruma alətlərinin əlində olması ciddi bir cümlə deyil. Sən 4-ü çıxart. Xanın əmri ilə belə vəziyyətlərdə təcrübəli olan döyüşçülər irəli yeridilər. Onlar qala divarlarına çatdılar. Lakin qalada müqavimət görmədilər. Görün rahatlıqla olur. Demək 4-ü çıxartmaq olar. Sonra 5 hardadır bəs? 5. Bizə Şirvan torpaqlarına girməkdən ötürü keçid lazım idi. İndi bizim əlimizdədir. 5-i çıxardaq. İbrahim uzun müddət özünə gələ bilməz. Tələsməlik Şirvan. Bu olmasa da olur. Elə mi? Cavabımız da oldu burada 4 və 5. Sonra Toxtamış xan işğalçı hökmdardır. Elə mi? Sonra görək burada hansı variantlar uyğun gələcək. Dərbənd keçidinin ələ keçirilməsinin əhəmiyyətini hesab edir. Bəli, burada qeyd eləmişdi onu deyil. Deyir ki, bura keçiddir. Bunu biz əldə eləməliyik. Bax, deyir ki, elə 5-i çıxardırdıq ya, oralarda iddia deyil, yoxsa Şirvanın torpaqlarına girməkdə ötürü keçid lazım idi. Bunu qeyd eləyir. Bunu doğru fikir kimi götürürsən. Sonra düşmənin necə həmlə edəcəyini qabaqsını dəqiq müəyyən edir. Dəqiq müəyyən etmir, bilmir. Birinci deyir ki, yəqin ki, şeydən atacaqlar, qalanın başından. Ox atmağını düşündü, gözləyirdi. Sonra görür ki, ox yoxdur. Sonra deyir ki, neftdən atacaqlar. Sonra gördülər ki, ümumiyyətlə şey boşdur. Birinci keçid boşdur. Yaranan fürsəti dəyərləndirir. Belə bir şey, hansı fürsət yarandı ki, orada? Şirvanşah İbrahimin müttəfiqi ilə danışıqlar aparıb belə şey qeyd olunmuyor mətndə. Şəhərin boş olduğunu güman edib döyüşçüləri şəhərə daxil olun və şəhərin boş olduğunu güman edir ki, qala kimi şəhərin də boş olduğunu güman edir və istəyir ki, deyir ki, divara dırmaşın, eləmi? Həmin anda da yuxarıdan artıq od yağılır. 1 və 5 cavabımız oldu. A variantı. Üzr istəyirəm. Şəhərə daxil olmağı əmr etmək xeyli qalıydı. Dırmaşmaq əmr edir. Yoxsa bir dənə baxaq 3 yanı fürsəti dəyərləndirir. 1 və 3, 1 və 5 məsələsi var. Bir dənə baxaq. Lakin döyüşdən asıra yaxınlaşa bilmədilər. Nə deyir? Qalaya gedən boş. Cormağan xan şəhərin də boş olduğunu zənn edib döyüşçülər şəhər darvazalarını da açmağı üçün hasarlara dırmaşmağı əmr etdi. Demək əmri nədir? Şəhər güman döyüşçülər şəhərə daxil olmağı yox, eləmi? 5-i götürməyəsən. 3-ü götürəcəyik uşaqlar. Yaranan fürsəti dəyərləndirir. Çünki burada özüm dediyim qalanı açmağı, sonra bir dənə alma gəldi ki, şəhərə daxil olmaq demək birbaşa olaraq orada. Sonra mətn əsasında səbəbini müəyyən etmək mümkün deyil. Əmir Teymurun Kür çayını düşərgə salmasının səbəbi. Bunu bilmirik də. Bu sadəcə bilirik ki, orada dayandı. Belə deyil. Niyə görə dayandı və nəticəsini bilirik ki, buradan Toxtamış başa düşür ki, Şirvanşahlara müttəfiqlik etməyəcək. Bunu başa düşür. Amma niyə görə orada dayanır, şey eləyir, yəni düşərgə salır, onu bilmirik. Sonra döyüşçülərin şəhərin hasarlarına yaxınlaşa bilməməsinin səbəbi şəhərin asan yuxarıdan şey yağır da, o da qeyd olunur. Nə deyil? Sonra
Çormağan xanın heyrətlənməsinin səbəbi də qeyd olunur. Eləmi? Çünki yaxınlaşırlar, lakin qaldın heç bir müdaxilə yoxdur, sənə mümkün deyil deyir. Demək, 2-ni 3-ü çıxanda 1-dən 4 və qalanın içindəki sakitliyin səbəbi heç kəs yox idi. Toxtamış xanın Əmir Teymura davət bəsləməsinin səbəbi bu mətndə qeyd olunmur. Səbəbini bilmirik. Eləmi? 1 və 5 olacaq E variantı. Sonra. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin deyir. Yəni, baxaq. Üzərində rəqəm yazılmış. Demək, biraz irəli yeridir. Eləmi? Budur da yeridir. Sonra bir nədir? Şirvan üzərində yerimək. Bax, Şirvan üzərində yerimək. Yerimək. Eləmi? Addımlamaq sözünün qarşılığında deyir. Baxaq deyək. Yəni, biraz irəli yeridi. Bəli, biraz addımladı. Eləmi? 2-yə. 2-yə A-nı qeyd edəcəm. Demək, 2-yə A olan qaldı. Bunlar ikisi 2A-dır. Deməli, 1-ə uyğunlaşdıraq görək B yoxsa C. Saat hücum etmək anlamındadır. Nədir? 1. Şirvan üzərində yerimək. Bəli, Şirvan üzərində yerimək nədir? Şirvan üzərində hücum etmək mənasındadır. Bəli. 1-ə C. Belə. Demək, 1-ə C, 2-A D. Bu da cavabımız olacaq uşaqlar D variantı. Gəlin baxaq mətn sizin cədvəldəki doğru, yanlış və ehtimal olan məsələlərə. Toxtamışın planları arasında maddi mənfəət əldə etməkdə var idi. Deyir ki, yaxşı qənimət əldə edərik. Eləmi? Bax, deyir ki, yaxşı qənimət haradaydı o? Eləmi? Toxtamış qənimət haradaydı o? Demək, narahat oldu. Bax, Şirvandan çoxlu qənimət toplayarıq. Demək, maddi şeydə əldə etməyə niyyəti var idi, eləmi? 1 olacaq doğru variant. Sonra Şirvanşah İbrahim əhalini Dərbənddən zorla çıxartmışdı. Elə zorla demir axı. Deyir ki, özü gəldiyi üçün təxliyə elədi, eləmi? Düşmən qoşunu yolun üstündə kəndli əhalini təxliyə edir. Buradakı bilmirəm ki, ehtimal eləyə bilərəm ki, yəni zorla çıxartdı və yaxud da ki, şey çıxartdı, bunu bilmirəm. Sonra. Demək, 1 doğrudur, 2 yanlışdır. Qalada müqavimətdə qarşılaşan Toxtamış xan geri çəkilməyə məcbur. Belə bir şey yoxdur. Biləm, qalada müqavimət yoxdur, geri çəkilmək yoxdur. Ona görə 3-ü götürürəm. Sonra, demək 1-3 oldu cavabımız. Dərbənd üzərinə hücuma keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün göstərişdə, qala divarlarını dağıtmaq deyil, qapını açmaq idi, onun üçün divara qalxmaq idi. Belə bir şey yoxdur. Çaparın gətirdiyi xəbər Toxtamış xanın əhval-ruhiyyəsi dəyişinsə, bu ehtimal deyil, bu doğrudur. Bax, bu burada olmalıdır. Değil mi? Şirvanşah İbrahimlə Əmir Teymur arasında soyuqluq var. Ehtimal edə bilərik də, elə deyil. Çünki Əmir Teymur əgər soyuqluq olmasaydı gedib onu kömək eləyərdi, ittifaq qurardı kimi düşünə bilirik də biz. Cavabımız oldu 1-3-6. Cavab vərəqində olan suallara baxaq görək nəsə başa düşürük. Əvvəldə işarə qoymuş sözlərin qarşılığını ifadənin əvvəldə işarə qoymuş sözlərin qarşılığını kontekstə əsasən müəyyən edib yazın. İfadə etdiyi mənanı. Əvvəldə işarə qoyulmuşlar, hansılar təxliyə etmək, bir kələyi var. Birinci nədir? Kələyi var. 2 təxliyə etmək. Değil mi? Təxliyə edir. Kələk hiylə deyə bilərik. Sonra təxliyə etməkdə uşaqlar köçürmək də, yəni əhalini bir yerdə başqa yerə köçürmək. Əhalini oradan çıxartmaq, köçürmək, bunları yaza bilərsiniz.
46-cı demək cavabı da həll elədik. Altına xətt çəkilmiş cümlələr mətnin səciyyəvi xüsusiyyətlərinə uyğun zənginləşdirmək, məcazi mənalı ifadələri artırmaqla yenidən yaz. Mətnin üslubi səciyyəvi xüsusiyyətləri nədir uşaqlar? Mətn bədii üslubdadır. Bədii üslubun xüsusiyyətləri nədir? Məcazlıq, obrazlıq, eləmi? Yəni demək istəyir ki, sən bura nə edirsən? Bu cümləyə məsələn bax qaldakı sakitliyi görən Toxtamış xan narahat oldu. Bu cümləyə sən məcazi mənaları artırmaqla genişləndirəcəksən. Yəni frazeoloji birləşmələr artır bir növ. O cümləni genişləndir. Nə deyə bilərik? Qaldakı sakitliyi görən, qaldakı sükut, ölü sükutu görən Toxtamış xan narahat oldu. Belə deyək, qaldakı sakitliyi görən Toxtamış xan. Fırtına qabağı səssizlik var. Bax, fırtına qabağı sakitliyi xatırladan bu hal təşvişə saldı. Narahat olub təşvişə salmaq olar da. Məcazi mənada dəyişək, təşvişə salmaq. Demək, fırtına qabağı sakitliyi xatırladan bu vəziyyət Toxtamış xanı təşvişə saldı. Məsələn, bu şəkildə sən təmiz məcazi mənalar artırmaqla genişləndirmiş olacaqsan. 47 getdi. Cədvəli dolduraraq Şirvanşah obrazı ilə bağlı cədvəlimiz sual kitabçasındadır. Daha doğrusu cavab vərəqindədir. Nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayaq. Demək, nöqtələr harada idi? Gəlin baxaq. Hə, burada. Burada hesabına döyüşçülərin şəhid deməyək, öləcəyini hesaba döyüşçülərin ölümünün hesabını olacağını, məsələn, əsgərlərin ölümünün hesabını olacağını nəzərə ala bilər. Nə itirə bilər? Vaxt itirə bilər. Həm də vaxt itirəcəyini nəzərə alıb. Demək, həm bu şəhərin alınmasının, həm öz ordusundakı döyüşçülərin ölümünün hesabını olacağını, həm də vaxt itirəcəyini nəzərə alıb dedi. Bunların ikisini qeyd edə bilərik. Sonra demək, bunu da cavabladıq. 50-də nə deyir? Sən saydığını say, gör fələk nə sayır. Atlar sözü mətnindəki iki müxtəlif məqamlarla əlaqələndirib fikrinizi yazın. Sən saydığını say, gör fələk nə sayır. Demək, biri şey yaza bilərik. Bir dəqiqə. Bir o şey deyə bilərik ki, məsələn, o yaxınlaşır, düşünürdü ki, yaxınlaşarkən nə baş verir, üzərinə şey atılacaq, eləmi? Nə deyir, döyüş üçün qarşı tərəf ox atanlardan hücum eləyəcək. Bu şey olmadı. Yəni nə olmuşdu? Şəhəri təxliyə eləmişdi cəmaət, eləmi? Bax, burada təxliyə olduğunu görürük. Bunu gözləmirdi Toxtamış xan. Daha sonra düşmənlə ittifaq məsələsi var burada. Burada ümumiyyətlə ən yaxşı bax bu cümləni burada istifadə etməkdir. Əhalinin təxliyə olması, qoşun sayı artması, müttəfiqlərin danışıqlar apararaq əks həmləyə hazırlaşması. Bu Toxtamışın gözləmədiyi bir şeylər edilir. Bunu yazsanız kifayət edir. Ən yaxşı ilə mətnin özünə yazmaqdır. Belə uşaqlar, bədii mətnin izahını yekunlaşdırdıq. Növbəti izahda bu mətnə toxunacağıq. Sağ olun, növbəti izahda görüşərik.